I lost Gwen. She was my MJ. I couldn't save her. I'm never gonna be able to forgive myself for that. Salam dostlar, bugün də yepyeni bir videoda qarşınızdayıq. Bugünkü videoda Sabahda gəlinlər haqqında danışacağıq. Sabah hal-hazırda ekranda gördüyünüz kimi bir dənə kampanyamız olacaq 850 milyon yükləməyə və burada sürpriz kutu olacaq ki, kutunu açdıqda onun içərisindən həm öyələr qazana bilərsiniz, həm də bu öyələrin yanı sıra buradan e-futbol paraları da çıxa bilər ki, bu e-futbol paraları 50 coins, 100 coins, 10 və yaxud da ki, daha kiçik məbləğlər ola bilər. Və bir digər gələn şey isə sizin belə deyək, klasmanda həm yapay zekaya, həm də istəsəz əsl adamlara qarşı oynaya bilərsiniz ki, PES-in əvvəlki PES sürümlərində bu var idi. Daha sonra açılım edirsiniz, tutalım ki 10 dənə kart gəldi. Bu kartları təbii ki artıq silə biləcəksiniz, yəni istədiyiniz kimi həmin dəqiqədə silə biləcəksiniz kadronuza qatmadan öncə. Bundan əlavə pas vermə yetenəklərində gelişdirmələr olub ki, artıq pas istatistikləri yüksək olan oyuncular daha dəqiq və daha düzgün paslar ata biləcək ki, oyunda da bu çox işinizə yarayacaq. Bunun yanı sıra artıq internetinizi oyun sonrasında bağlantınızın necə, yəni güclümü, çoxmu, zəifmi olduğunu görə biləcəksiniz ki, baxın belə bir dalğalanmada internetiniz yəni stabil deyil. Amma belə bir dalğalanma görəcəksiniz. Sonda bu dalğalanmada siz onu biləcəksiniz ki, yəni sizin internetiniz stabil olub, nə problemi varsa rəqibdə var. Bunun da yanı sıra axır ki, qol fürsətləri yaratmanın daha fazla yolunu kəşf edin. Pas, ayrıca defanslarda da dəyişikliklər eləyiblər ki, bu da oyuna təsir edəcək. Bunun yanı sıra Ronaldo'nun Juventus kartının əlavə olunacağı deyilib. Hal-hazırda yəni Ronaldo'nun artıq e-futbolun belə deyək Juventusla anlaşması olduğuna görə Promenti adından çıxıb belə Juventus adına keçəcəyi çox ehtimallı gözlənilir və bununla da birlikdə Cristiano Ronaldo'nun da oyuna əlavə edilməsi gözlənilir. Akıllı yardım gəlib, akıllı yardım həm artıq e-futbol ligində, yəni klasmanda işlədə biləcəksiniz və digər yerlərdə də bu akıllı yardımdan kömək ala biləcəksiniz. Bunun da yarı sıra PES sürümlərində olan baxın belə bir görünümü artıq siz e-futbolda da görə biləcəksiniz oyuncularınızı. Yəni bu şəkildə bir ekran da əldə etmiş olacaqsınız. Bundan əlavə oyuncu yuvaları artırılıb, yəni 9-a qədər çıxırsa artıq 500-də əlavə oynatmadığınız oyuncuları 500-də depo kimi orada yığıb saxlaya bilərsiniz. Burada bizim yadınıza gəlirsə rastgele gücləndiricilər verdiklərimiz var idi. Artıq bu gücləndiricilərlə oyunculara istədiyiniz özəlliyi basa biləcəksiniz. Və son olaraq da dostlar videomuzun sonuna gəlirik. Ronaldo'nun belə bir kartı var, təbii ki gördüyünüz kimi və bir də Xbox sürümü gəlib. Təbii ki artıq hər konsolda oynaya biləcəksiniz. Videomuz bu qədər. Videoya like atıp abunə olmağı unutmayın. Sağ olun.